Və qeyd eləmək istəyirəm ki, biz bayaqdan elan edirik ki, bax, high-tech rubrikasında namaz qılan robotdan danışacaq. Və Telefon zəngimiz olacaq. Bəli, telefon zəngimiz olacaq, ilahiyyatçımız öz fikirlərini bildirəcək. Amma ilk öncə bu barədə danışmazdan öncə istəyirəm ki, high-tech rubrikasında həmin robotu izləyək, sonra söhbətimizi və fikirlərimizi, müzakirəmizi davam etdirək. Robot sənayesi öz nailiyyətləri ilə bizi təəccübləndirməyə davam edir. İndi də namaz qılan, Quran oxuyan robot hazırlanır. Malayziyanın Beynəlxalq İslam Universitetinin Robot Texnikası Laboratoriyası 2006-cı ildən bəri robot namaz qılır layihəsi ilə məşğuldur. Universitetin alimləri 2007-ci ildə namaz qılan robotun ilk variantını nümayiş etdirmişdilər. Artıq robotun ikinci variantı da başa çatmaq üzrədir. Robotun əvvəlki variantından fərqli olaraq bu variant Android formasındadır. O, başındakı kameralar vasitəsilə Quran oxuyur. Servosensorların sayəsində isə daha plastik hərəkət edir və Quran-ı Kərimlə bağlı sualları cavablandırır. Universitetin professoru Möhsün Siddiq Həsənin dediyinə görə robotun bilikləri Quran-ı Kərimi əzbər bilən hafiz səviyyəsindədir. Texnologiyanın son yeniliklərindən bugünlük bu qədər. Bəli, high-tech rubrikasında namaz qılan robot haqqında məlumatlı oldu. Əminəm ki, tamaşaçılara doğrudan da maraqlı oldu və bu barədə ilahiyyatçımızla söhbətimiz olacaq. Telefon xəttində olacaq, bəli, Müşfiq müəllimlə söhbətimiz olacaq ki, dində buna necə baxırlar və ümumiyyətlə namaz qılan robot... Telefon xəttindədir hal-hazırda Müşfiq bəy. Sabahınız xeyir, Müşfiq müəllim. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Müşfiq müəllim, yəqin ki, siz efirdə izlədiniz ki, yəni Malayziya Universitetində tələbələr namaz qılan robot hazırlayıblar. Bəli. Bax, buna dində necə baxırlar? Ümumiyyətlə, dini cəhətdən baxanda bu doğrudur, yoxsa yanlışdır? Əvvəla, mən ilk əvvəl bu məsələyə öz münasibətimi bildirməmişdən öncə sizləri və bütün bizi izləyən tamaşaçıları Allahın salamı salamlayıram inşallah. Çox sağ olun. Ümumiyyətlə, İslamın namaz qılan robot məsələsinə baxışını məncə ortaya qoymadan öncə bu namazın necə bir ibadət olduğundan, yəni namaz haqqında Peyğəmbərimizin, ümumiyyətlə İslamın görüşü nədir deyə qısaca da olsa bəhs etməyimiz lazımdır. Bu mövzunun daha yaxşı anlaşılması üçün, başa düşülməsi üçün. Çünki bu məsələyə düzgün qiymət verə bilməyimiz üçün öncə namazın necə bir əməl olduğunu dərk etməyimiz gərəkir. Eyni zamanda ona görə namaz ibadətindən bəhs etmək gərəkir ki, özünü müsəlman olaraq qəbul edən bir çox tamaşaçılar hesab edirəm ki, namaz ibadəti haqqında lazımınca məlumatları yoxdur. Bəzilərinin düşündüyü kimi bu ibadət dindar adlandırılan müəyyən bir təbəqəyə məxsus bir ibadət deyildir. Namaz ibadəti özünü müsəlman olaraq qəbul edən hər bir şəxsin yerinə yetirməsi vacib olan bir ibadətdir. Namaz İslamın ən mühüm əlamətidir. Namaz Peyğəmbərimizin gözümün nuru deyə ifadə etdiyi bir ibadətdir. Namaz İslamın dirəyidir. Namaz elə bir ibadətdir ki, Həzrət Peyğəmbər heç bir zaman onda güzəştə getməmişdir. Həzrət Peyğəmbər hətta baxın, namaza o qədər əhəmiyyət vermişdir ki, vəfat edərkən belə ümmətinə, cəmaatına, onun yaxınlarına, namazın riayət etmələrini ümumiyyətlə xüsusi olaraq vurğulamışdır. Hətta son vəsiyyəti belə olmuşdur Həzrət Peyğəmbərin. Çox maraqlıdır, baxın. Rəsulullahın, Həzrət Peyğəmbərin son vəsiyyəti bu olubdur. Amandır, namaza diqqət edin. Amandır, namaza diqqət edin və əmriniz altındakı insanların haqlarına riayət edin. Hətta bu hədisi bizə rəvayət edən əshabə nə deyir? Həzrət Peyğəmbər deyir, bu sözü o qədər təkrarlayıb ki, mübarək dili söyləyə bilməyəcək hala düşdüyündən bunları ürəyində təkrarlamağa başlayıb. Bu, təkrar edirəm, son vəsiyyəti olub. Bundan əlavə, əshabələr də, Həzrət Peyğəmbərin silahdaşları, onun yaxınları da namaza xüsusi bir hörmət göstəribdir. Misal üçün, əshabələrdən biri, baxın, nə deyir? Canımdan deyir, çox sevdiyim Rasulullah mənə belə tövsiyə etdi. Parça-parça edilsən də, odda yansan da, əsla heç bir şeyi Allaha şərik qoşma. Heç bir fərz namazını da qəsdən tərk etmə. Çünki kim namazı qəsdən tərk edərsə, həmin adam Allah Taala'nın himayəsindən, hifz və əmanından uzaq olar. Baxın, başqa bir misal verim sizə. Bu məsələnin daha yaxşı anlaşılması üçün bu misalları verirəm. İnşallah əsas mövzumuza gələcəm. Həzrəti Ömər var. İslam tarixində ikinci xəlifə olaraq tanınan Həzrəti Ömər xəncərlənərək öldürülən bir sahabədir.
Yine başka bir sahabe bize bunun hakkında bu rivayet edir. Deyir, Hazreti Ömer xəncərləndiyi zaman onun yanına gittim deyir. Üstüne bir örtük örtmüştüler. Huşunu itirmiş halde uzanmıştı deyir. Yanındakilerden soruştum, vəziyyəti necədir diye soruştum. Onlar da dediler, gördüğün kimi huşunu itirip bile deyək, koma vəziyyətində yatır. Ben dedim ki, onu namaza çağırın. Onu namazdan başka hiçbir şeyle korkutup uyandıra bilmezsiniz dedim. Ve bunun mukabilinde, ey müminlerin başçısı, ey müminlerin emri, namaz vaktidir dediler. Hazreti Ömer bakın neydir? Derhal, bəli, vallahi namazı terk edenin İslam'dan nəsibi yoktur diyerek ayağa kalkır ve yarasından kan axa namazını kılır. Bakın başka bir son misal verin, daha sonra esas mövzumuza keçəcəm. Qafqazın şanlı mücahidi Şeyx Şamili hər kəs çox yaxşı tanıyır. Bəli. Şeyx Şamil 1829-cu ildəki Cimri müdafiəsində sinəsindən girib kürəyindən çıxan və ciyərini parçaladığı süngü yarasından başqa çox sayda süngü, qılınc, güllə yarası almışdı. Bundan başqa qabırğaları da qırılmışdı. Cərrah olan qaynatasının müalicə etməsiyle ancaq 6 aya özünə gələ bilmişdi. Yaralandığı gündən itibarən 25 gün komada qalan bu gənc mücahid özünə gəlib gözlərini açanda başının üstündə anasını görür və ona dediyi ilk söz bu olur. Anacan, namazın vaxtı keçib. Namaz haqqında bu qısa məlumatdan sonra namaz qılan robot haqqında nə demək olar? Gördüyünüz kimi, İslam namaz ibadətinə çox böyük əhəmiyyət verib və bunu ağıl və ruh daşıyan hər bir canlı varlığa həvalə edibdir. Mən başa düşə bilmirəm, yəni namaz qılan robotu icad etməklə cəmiyyət nə qazanacaqdır? Ya bu ixtiranın İslama və müsəlmanlara nə kimi faydaları vardır? Hesab edirəm ki, bu ancaq ticarət məqsədi ilə edilən bir işdir. Daha doğrusu, İslamın ən önəmli bir ibadəti olan namaz vasitəsilə pul qazanmaq cəhdidir. Namaz qılan robotlar istehsalının nəinki hər hansı bir faydasının olması. Hətta mən deyərdim ki, bu işin gələcəkdə bəzi müəyyən təhlükələri olma ehtimalı vardır. İslam və müsəlmanlar üçün necə bir təhlükə ola bilər, mən sizə deyim. Hər hansı bir məhsulun surətini çıxardıb bazara çıxarmaqla məşhur olan Çin dövləti, yəqin ki, bir müddət sonra bu namaz qılan robotlarda istehsal etməyə başlayacaq və çox ucuz qiymətə dünya bazarına çıxaracaqdır. Və təbii ki, bunun ilk alıcısı da elə müsəlmanlar olacaqdır. Təsəvvür edin, hər bir müsəlmanın evində namaz qılan robot var. Məsələnin ən təhlükəli tərəfi bundadır ki, bu robotların müqəddəsləşdirmə ehtimalı həddindən artıq çoxdur. Çünki bu robotlar namaz qılır. Və haqlı olaraq İslam hər zaman bu kimi əşyaları süni şəkildə müqəddəsləşdirməyə qarşı çıxmışdır. Çünki bu hal getdikcə o əşyanın bütləşdirməsinə gətirib çıxara bilər. Düz. Ola bilsin ki, hətta bir müddət sonra müsəlmanlar namaz qılmağa da artıq ehtiyac hiss etməyəcəklər. Çünki evlərində onların yerinə namaz qılan bir robot var. Hətta Quran oxumağı da bacarır. Bəli, Quran oxumaq da eyni zamanda onun haqqında da söyləmək olur. Təbii ki, tamaşaçılardan bəziləri mənimlə razılaşmaya bilərlər. Yəni ona görə də onlara görə namaz qılan robot çox maraqlı və təəccüblü gələ bilər. Bəli, maraqlı ola bilər, maraqlıdır. Namaz qılan robotu görməyimiz maraqlıdır. Ancaq bu maraq süni bir maraqdır. Çünki robot namaz qılması sünidir. Əsas məsələ odur ki, təbii olaraq Allahın əmrinə boyun əyən, onu zikr edən və digər məxluqlara baxıb onlardan ibrət alaq. Əslində yerdə və göylərdə olan bütün məxluqat namaz qılırlar, yəni Allahı zikr edirlər. Bizim üçün maraqlı, təəccüblü və ən əsası ibrətli olan məsələ bunlar olmalıdır. Baxın, İsra surəsi, Quran-ı Kərimin İsra surəsi 44-cü ayədə uca Allah nə buyurur? 7 göy, yer və onlarda olanlar bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin. Lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini anlamazsınız. Allah həqiqətən həlimdir, bağışlayandır. Hədid surəsi 57-ci ayədə baxın Allah-u Teala nə buyurur? Göylərdə və yerdə nə varsa hamısı Allahı təqdis edib şəninə təriflər deməkdədir. O yenilməz qüvvət sahibi və hikmət sahibidir. Bu cür bunlar da namaz qılır.
Təbiətdə olan, bütün yerdə və göydə olan bütün məxluqat Allaha zikr edir. Namaz qılmaq Allaha zikr etmək deməkdir. Allahı xatırlamaq deməkdir. Nəticə olaraq bunlara deyə bilərik ki, namaz İslamın ən əhəmiyyətli və ən müqəddəs bir ibadətdir. Hər müsəlman namaz ibadətinə hörmət göstərməlidir. Ona hörmət göstərməyin əlaməti isə namaz qılan robot istehsal etmək deyil, onu qılmaq və onun tələblərini yerinə yetirməkdir. Robot əvəzinə insanların özləri Bu etməlidir. robotun dinin təbliği kimi baxmaq olar bu robota ki, hansı ki, yəni müxtəlif dinlərdə müsəlman dininin təbliğ olunması kimi bunu hazırlasınlar. Yəni təbliğat buna deyil. necə baxırsınız? Yəni, əvvəla birinci bunu araşdırmaq lazımdır ki, məqsədləri nədir? Bu, namaz qılan robotu istehsal edənlərin niyyətləri, məqsədləri nədir? Bunu araşdırmaq lazımdır. Əgər sırf bu niyyətlə, bu məqsədlə bunu ediblərsə, buna deyəcəyimiz bir sözümüz yoxdur. Amma mənim demək istədiyim budur ki, bu məsələyə o qədər də qeyri-adi, təəccüblü bir şey kimi baxmağımız əvəzinə daha önəmli, daha təəccüblü, biraz əvvəl bəhs etdim. Həqiqi təbii surətdə göylərdə və yerdə Allaha zikr edən, namaz qılan məxluqlar var. Onlara baxıb, onlardan ibrət almaq lazımdır. Yəni, o nöqtəyə nəzərdən bunun o qədər də böyük əhəmiyyəti yoxdur. Çox sağ olun, təşəkkür edirik. Müəllim, təşəkkür edirik ki, səhər-səhər öz fikirlərinizi bizə bildirdi və qeyd eləyək ki, telefon xəttində ilahiyyatçı Müşfiq Xəlilov idi ki, hansı ki, bizimlə öz fikirlərini bölüşdü. Geniş şəkildə müzakirə etdik, yəni geniş şəkildə bu mövzuya deyərdim fikirlər bildirdik. Bir daha təşəkkür edirik.